Siz mətbuatda gördüklərinizə çox da inanmayın. Yəni İran və Amerika arasında hal-hazırda danışıqlar gedir. Bu mətbuata açıqlanmasa da müxtəlif dairələrdə bu danışıqların məğzi məlumdur. Trump hazırki dini idarəetmə heyətinə, İrandakı dini idarəetmə heyətinə bildirib ki, sülh yolu ilə getsinlər, öz güclərindən bəzi hissələri saxlaya bilərlər, amma İrandakı hökumət dəyişməlidir və milliləşməlidir və həmçinin bu Avropa və Amerika ilə Qərblə yaxın olmalıdır. Burada nə bilim görürəm danışırlar ki, İsrail Amerikanın əli ilə gəldi, İranı tutdu falan. Bu mətbuat nağıllarıdır. İsrail güclü ölkədir. Təbii ki, lobbisi güclüdür, amma tamamilə Amerikanı idarə edir. Bu düz fikir deyil. Yəni o qədər güclü deyillər. O qədər gücləri yoxdur. Bu yalan məsələdir. Sadəcə burada məsələ nədir? Baxın, İsrailin əlində nüvə silahı var və başqa qorunma vasitəsi yoxdur. Yəni son müharibədə də İranla müharibədə də gördünüz ki, qoruya bilmirlər özlərini yaxşı, çünki İran raketlərlə vurmağı bacarır və bu halda İsrail nə etməlidir? Ancaq birbaşa nüvə silahından istifadə edə bilər və Amerikanı da bununla çox qorxuzurlar. Amerika da təbii ki, nüvə məsələsinin ortaya atılmasını istəmir, çünki bir dəfə bunun işlədilməsi sonra adət formasını ala bilər. Yaxşı bir şey deyil. Dünyada iqtisadi gərginlik yarada bilər. Və Amerikada bu məsələ özü müdaxilə eləyir. Yəni Trump hökuməti hal-hazırda İranlılarla məsələni sülh yolu ilə həll etməyə çalışır və bu güc göstərişi, İranın içindəki güc göstərişi də ondan ibarətdir ki, baxın, İranın içində bu qədər gücümüz var, bu qədər hərbi gücümüz var, bu qədər müttəfiqimiz var sizin sərhəddə. İstəsək girə bilərik. Yəni normal yolla bizə buraxın hakimiyyəti, özünüz də bir hissəsinizi saxlayın, amma bunun idarəsi, İranın idarəsi bizdə olacaq. Belə bir mövqe var. Əslində bu da mənim istədiyim mövqedir. Yəni hər şey sülh yolu ilə həll olunsun, böyük bir qan töküntüsü olmasın. Və İran əhalisi də çox şükür ki, ağıllı müqavimət göstərir. Yəni burada böyük dağıntılar getmir. Bəzi polis qüvvələri və ordu qüvvələri də xalqın tərəfinə keçib tədricən az olsa da. Amma ümumi məsələ, yəni mətbuatda gəzən məsələ, Azərbaycanlılar belə məsələni, Azərbaycan mətbuatı məsələni belə sevir, uşaqlaşdırır. Elə bir əfsanə kimi eləyirlər. Məsəl üçün keçmişdə şimşək çaxırdı, deyir, başa düşmürdülər şimşək nədir. Başlayırlar əfsanə ötməyə ki, göydə filan Allah var, o şimşəyi yaradır. Azərbaycanlılar da bu beynəlxalq siyasət məsələsində bu cürdülər. Bir hadisə baş verir, xoşlayırlar onu sadələşdirsinlər və özlərinə uyğun, özlərinə sərf edən şəkildə analiz eləsinlər. Hansı ki, bu böyük bir səhvdir. Bunun digər problemi də ondan ibarətdir ki, Azərbaycanda normal mətbuat yoxdur. Bu məsələləri analiz edə biləcək insanlar yoxdur, siyasətçilər yoxdur. Bu da səbəblərdən biridir. Xaricdə belə yaşayan Azərbaycanlılar məsələni analiz edə bilmirlər. O beyin mərkəzləri falan deyirlər. Onlar beyin mərkəzləridir Azərbaycanda. Beyin mərkəzi deyilən bir şey yoxdur. Və hal-hazırki məsələ ümumi İran xalqının xeyrinədir bu proseslər. Hətta İran İslam rejimi qalsa belə, yəni tutaq ki, Amerika müdaxilə etmədi, İran İslam rejimi qaldı. İran hökuməti məcbur olacaq ki, ciddi dəyişikliklərə getsin. Birinci növbədə bu Pezeşkiyanı cəhənnəm eləsin. Çünki bu adamın böyük günahları var. İqtisadi səhvləri var. Digər tərəfdən bu Azərbaycanlılara falana, nə bilim, İslam ümməti adı altında bu türkçüləri zadı soxublar hökumətə, onları da cəhənnəm eləməlidirlər. Azərbaycanlı türkçülər Azərbaycanda, Türkiyədə nə yaratdı ki, gəlsin İranda nəsə yaratsın. Bax, bu İran hökumətinin ağılsız, zəif, qorxaq addımlarıdır ki, bugünkü vəziyyət yaranır və bunu dəyişməlidirlər. Dəyişməsələr özləri cəhənnəm olub gedəcəklər. Bizə belə İran lazım deyil. Bizə lazımdır müstəqil İran, özünü idarə edən İran. İranda o qədər Talış, Fars, Kürd var ki, idarə etməyə yararlı. Bu başıboş adamları nə gətirib töküblər ortaya?
Lazım deyil bizə belə insanlar. İran hökuməti mütləq şəkildə milli məsələdə irəli getməlidir. Buna güzəştə getməyə məcbur olacaq. Necə ki, bu baş bağlamaq məsələsində deyirdilər ki, yox, bizim nə bilim İslam var, filan var. Mən İslamı filan danmıram. Amma bu demək deyil ki, bu İslama görə biz qadınlarımızın azadlığından keçəcəyik. Belə bir söhbət yoxdur. Olmayacaq. Olmadı da. Bax, məcbur oldular. Açdılar başlarını. Yəni bu qanunlara əməl etmirlər hal-hazırda. Hal-hazırda İranda qanun var, amma işləmir. Çünki xalq bunu istəmir. İran xalqı sizin üçün Türkiyəli, Azərbaycanlı, Səudiyyə Ərəbistanlı deyil. Biz İranlıyıq və biz azadlığımızı sevirik. Və qadınlarımız da başı açıq gəzəcək. İranda İran hökuməti, İranın milli hökuməti təmsil olunacaq. Fərqi yoxdur. ABŞ gəlib girib bunu eləyəcək, yoxsa İranın hazırki dini rejimi məcbur olacaq. Biz bunu eləyəcəyik. İranda bizim tariximizi, Səfəvilərdir, ondan sonra ondan daha öncəki bizim tariximiz ki var, Səfəvilərdən də daha öncə 1000 illik bir tariximiz var, Şapur var və digər insanlar var bu tarixdə. Biz bu tarixi sevə-sevə təbliğ edəcəyik. Biz İrani bir hökumət quracağıq. Biz Azərbaycandakı, Türkiyədəki və dünyanın digər yerindəki İrani xalqların müdafiəsinə qalxacağıq. Biz belə bir hökuməti quracağıq. Bizə maraqlı deyil Xameneyi nə deyir. Bizə maraqlı deyil orada dini hökumət nə deyir. Din nə buyurub, nə bilim ümmətçilik falan belə söhbətlər açıblar. Ümmətçilik də digər məsələdə İranın birliyinə, İranın bütövlüyünə və onun İrani xalqların müdafiəsinə yönəlməlidir. Bunun başqa yolu yoxdur və başqa cür həll yolu axtarmasınlar.